Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı ikinci müharibəsindən sonra Zəngəzur dəhlizi mövzusu vaxtaşırı müzakirə predmetinə çevrilir. İranın güya bu layihəyə ciddi əngəl yarada biləcəyi qeyd olunur. Hərçənd Ermənistanın baş naziri Paşinyan layihənin reallaşması yönündə artıq bu ilin payızında praktik addımlar atılacağını bəyan edib. 5 ölkə ilə müharibədən sonra İran regional oyuncudan qlobal oyunçuya çevrilib. Ümumiyyətlə Avropalılar, İsrail və Amerikalılar İranla razılığa gəlməlidir. Professor Elxan Mirzəyev bəzi erməni ekspertlərinin eyfariyaya qapıldığını düşünür. Onun fikrincə İranın gücü şiddetlidir. Əgər bu münaqişə şəraitində Küveyt və Bəhreyinə zərbələr endirilirsə, Tehran öz simasını qorumaq məqsədi daşıyır. O baxımdan İranın ABŞ-ın liderinin adını daşıyan layihəyə əngəl olmaq cəsarəti yoxdur. Bu marşrut dünyanın güc mərkəzlərinin marağındadır. Onun açılmasına mane olmaq, özünə qarşı cəbhə açmaq deməkdir. İran istədiyi odur ki, bu yoldan pay qoparsın. Yeni dəhlizə qarşı çıxmır, sadəcə dividend istəyir. Professorun sözlərinə görə Ermənistanda Rusiya və İranın ağzı ilə danışan ekspertlər az deyil. Onlar inanıblar ki, İran logistikanın açılmasına imkan verməyəcək, amma bunu necə edəcək? Söhbət ABŞ və Ermənistan razılaşmasından gedir.